Əməyin mühafizəsi və təhlükəsizlik sistemləri üzrə vəzifələrə və iş yerlərinə daha çox qadınlar götürülməlidir. Nəyə görə? Baxın, uşaqlıqdan oğlanlarla və qızları biz təmiz başqa cür böyüdürük. Oğlana necə tərbiyə veririk? Qoy zırıldasın, evi yoxdur, yıxılıb, özü durar, dəydi, sağalar və s. belə biraz daha sərt qaydada oğlanı böyütməyə çalışırıq. Qızlara isə canım, nə oldu, nəyə görə oldu, gəl əlindən tutun, buradan keçmə, orada belə əyləşmə, əlivə batar, gözvə keçər. Belə-belə onları daha çox qoruyuruq, onları təhlükələrdən daha çox sovundurmağa çalışırıq və illər keçdikdən sonra təbii ki, onlar yaşa dolduqda təhlükələri daha tez sızırlar, həm öz həyatlarında, həm gələcəkdə, yəni yaxına gələn təhlükələri daha aydın görürlər. Bu cəhətdən oğlanlar, yəni artıq yaşa dolduqdan sonra kişilər həm öz həyatlarına, həm ətrafdakı təhlükələrə, həm onların yanındakı insanların təhlükələrinə və mühafizəsinə etinadsız yanaşırlar. Ona görə kişilər qadınlara qulaq asın, qadınlar bilir nə, harda gizlənib, hardan təhlükələr gələ bilər, məsləhətimə qulaq verin.